Salam değerli izleyicilerim. Kanalıma və mətbəximə xoş gəldiniz. Bugün qış hazırlıqlarımızın ən gözəl, ən nəfis hissəsindən biri olan yaqut rəngli, tamamilə əzilməyən böyürtkən mürəbbəsi bişiririk. Xəstələnərkən dadımıza çatan həmin o mürəbbələrdən biri. Vaxt keçirmədən keçək reseptə. Çox vaxt soruşursunuz ki, böyürtkənin o həssas gilə meyvələrini əzilmədən necə belə bütöv saxlamaq olar? Bugün bütün sirləri bir-bir bölüşürəm. İlk olaraq böyürtkənlərimizi zədələmədən bol suda ehtiyatla yuyuruq. Süzgəclə sudan çıxarıb saplaqlarını təmizləyirik. Meyvələrimiz zədələnməsin və formasını qorusun deyə ehtiyatla davranırıq. Keçirik ən vacib nisbətə. 3 kilo böyürtkən üçün 3 kilo şəkər tozu istifadə edirik. Bəli, tam birəbir mükəmməl balans yaradır. Ləyənin dibinə bir qat şəkər tozu, üzərinə böyürtkən və yenidən şəkər tozu əlavə edərək lay-lay düzürük. Şəkərlə şirəyə qoyuruq, 4-5 saat saxlayırıq. Öz suyunu çıxarır. Görürsüz, heç bir su əlavə etmədən böyürtkən öz təbii şirəsini tamamilə şəkərə çevirib və şəkər tozu təbii şəkildə əriyir. İndi isə ləyənimizi ocağın üstünə qoyuruq. Diqqət edin, əvvəlcə şəkərin tam əriməsi üçün vam odda qaynamağa başlayanda isə ocağı tam açırıq ki, mürəbbənin rəngi qaralmasın. Yüksək odda sürətlə bişirmək mürəbbənin o şəffaf tünd yaqut rəngini qoruyub saxlayır. Mürəbbə qətiyyən tündləşir və qaralmır. Gəldik ən vacib püf nöqtəsinə. Mürəbbə bişərkən qaşıqdan istifadə etmirik. O zaman mürəbbəmiz dən-dən olacaq. Əgər qaşıq vursanız, o həssas gilə meyvələr dərhal əzilər və sıyıq halına düşər. Biz nə edirik? Ləyəni iki tərəfdən tutub zərifcə, ehmalca dairəvi silkələyirik. Üzərinə yığılan köpükləri isə səliqəli şəkildə kəfkir və ya salfetlə yığırıq ki, mürəbbəmizin suyu duru və parlaq olsun. Mürəbbəmiz artıq hazırdır. Qatılığını yoxlamaq üçün soyuq nəlbəkiyə bir damcı mürəbbə şirəsi damcıdır. Damcı yayılmırsa, formasını saxlayırsa, deməli mürəbbəmiz hazırdır. Bura baxın, hər bir gilə meyvə tək-tək, bütöv, eyni ilə təzə qoparılmış kimi qışa isti çayın yanında. Bu ərtirli böyürtkən mürəbbəsinin dadına doyum olmayacaq. Videonu bəyəndiyseniz like etməyi, rəylərinizi bölüşməyi və kanala abunə olmağı unutmayın. Hər birinizə indidən nuş olsun. Hələlik.